Ya Allah, salam dəyərli izləyicilər. Aslan Texnikaz olaraq Quba rayonu Təngialtı kəndindən istirahət mərkəzindən sifariş daxil oldu. Qazanxana xəttində təzyiqin düşməyi ilə bağlı şikayətlənirdilər. Gəldik. Müayinə elədik. Xüsusi cihazlar vasitəsilə müəyyən oldu ki, istipol xəttində sızma var. Aşkar elədik yerini. İnşallah ki, təmizində eləyəcək. Çox böyük yer dağılmadan xüsusi pres aparatı ilə həmən 16-lıq metal pas borunu bərpa edəcək.